bürcü 28 fevral 2026-cı il. Bugün xoşuna gəlmək istədiyiniz insanlarla görüşmək üçün uyğun gündür. Yaxşı təəssürat yaratmaq asan olacaq. Bir çox qoç üçün bunun üçün xüsusi səy göstərməyə ehtiyac qalmayacaq. İstər romantik görüşə gedin, istərsə də potensial işə götürənlərlə görüşə. Cazibəriniz hər halda heç kəsi laqeyd qoymayacaq. Hətta şifahi imtahan vermək də adət etdiyinizdən asan alınacaq. Kiçik duruxmaları da, mövzudan azacıq yayınmağı da sizə bağışlaya bilərlər. Burada özünə inamın da rolu böyükdür. Bəziləri sizin haqlı olduğunuzdan şübhə etmədiyinizi görüb, sadəcə sizinlə mübahisə etməyə cürət etməyəcək. Detallara diqqət və səliqə tələb edən rutin işlər isə bir qədər çətin gedəcək. Belə işlərlə məşğul olmaq istəməyəcəksiniz. Bir çox qoç adət etdiyindən daha tez-tez yayınacaq və buna görə səhvlər edəcək. Düşünün, bu tip tapşırıqları kiməsə həvalə etmək mümkün deyilmi? Buğa bürcü 28 fevral 2026-cı il. Əgər nəsə alınmayıbsa, yenidən bir cəhd etmək lazımdır. Bu sayədə qaydaya əməl etsəniz, bugün gözlədiyinizdən də böyük uğur qazana bilərsiniz. Yolunuzda maneələr çıxa bilər, amma onların heç biri bir o qədər ciddi olmayacaq ki, planlarınızdan imtina edəsiniz. Məqsəd yönlülüyünüz bir çoxlarına yaxşı təəssürat yaradacaq. Xüsusilə etibarlı tərəfdaşlara ehtiyacı olan insanlar bunu yüksək qiymətləndirəcək. Çox güman tezliklə onlardan maraqlı təkliflər alacaqsınız. Dərhal razılaşmaq məcburi deyil. Cavab verməyə tələsməsəniz, daha sərfəli şərtlər əldə edə bilərsiniz. Əkizlər bürcü 28 fevral 2026-cı il. Səhər saatlarında ehtiyatla hərəkət edin. Heç kəsə xüsusi güvənməyin. Bu pis vaxt deyil, amma düşünülməmiş addımlarla və ya sizi çaşdırıb vəziyyəti düzgün qiymətləndirməyə mane olan yanlış məlumatla əlaqəli ola bilər. Etibarlı sınanmış müttəfiqləri istənilən an kömək və ya məsləhət istəyə biləcəyiniz sadiq dostları olanlar üçün daha asan olacaq. Əgər işlərin öhdəsindən tək başına gəlməyi üstün tutursunuzsa, baş verənləri anlamaq, taktika və strategiyanı düşünmək üçün özünüzə biraz daha çox vaxt verin. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Günün ikinci yarısında həyatın yoluna düşdüyünü və işlərin daha asan getdiyini hiss edəcəksiniz. Bir çox əkizlər əvvəlkindən daha enerjili olacaq, şübhələri kənara qoyacaq və uzun müddət başlamağa cəsarət etmədiyi işlərə girişəcək. Xərçəng bürcü 28 fevral 2026-cı il. Hər şey asan alınmayacaq. Bugün vacib bir iş planlaşdırmısınızsa, yolda maneələrə, qəfil problemlərə, həmçinin xırda anlaşılmazlıqlara təəccüblənməyin. Bunlar sizi xeyli qıcıqlandıra bilər. Sizə vaxtilə özünüzün böyük kömək etdiyi insanlar dəstək olacaq, amma hətta onlara da nə istədiyinizi ətraflı izah etmək lazım gələcək. Sizi dərhal düzgün başa düşməsələr, təəccüblənməyin. Ümumilikdə ünsiyyət baxımından gün elə də uğurlu deyil. Hətta yaxın insanlar belə sözlərinizi səhv yozub şübhə ilə qarşılayaraq sizdən nəsə şübhələnə bilərlər. Sevdiyiniz insanla münasibətlərə qıcıqlıq kölgə sala bilər. Unutmayın, hər hansı anlaşılmazlıq yarananda problemi yox saymaqdansa vəziyyəti mümkün qədər tez aydınlaşdırmaq daha yaxşıdır. Şir bürcü 28 fevral 2026-cı il. İşləmək istəyirsiniz, özünüzə bu zövqü çox görməyin. Gün istənilən faydalı iş, o cümlədən ən çətin tapşırıqlar üçün əladır. Ola bilsin başqalarının başladığı işləri bitirmək lazım gəlsin. Üstəlik bir çox şirə başqasının səhvlərini düzəltmək də düşəcək. Başqaları əsəbləşərdi, amma siz hər şeyin necə yaxşı alındığına, başqalarının bacarmadıqlarının öhdəsindən necə məharətlə gəldiyinizə sevinəcəksiniz. Gün təhsil üçün də uyğundur. Əvvəllər çətin gələn mövzulara girişmək olar. Hər şeyi anlamaq, bütün suallara cavab tapmaq şansı var. Tədqiqat işi ilə məşğul olan şirlər bugün xüsusilə diqqətli və müşahidəçi olacaqlar. Ona görə də vacib bir kəşf etməyə ehtimalı var. Qız bürcü 28 fevral 2026-cı il. Gün asan günlərdən deyil, amma sakitliyinizi qorusanız ümumilikdə yaxşı alınacaq. Xüsusilə səhər emosiyaların dalınca getməmək vacibdir. Ani impulslara qapılsanız, sonradan peşman olacağınız bir söz deyə və ya addım ata bilərsiniz. Zamanla müsbət tendensiyaların təsiri artacaq. Bu xüsusilə ünsiyyətdə nəzərə çarpacaq. Siz hiss edəcəksiniz ki, ətrafınızdakilarla yola getmək daha asanlaşıb. Onlar daha həvəslə sizə güzəştə gedir və ideya və təkliflərinizi daha diqqətlə dinləyirlər. İş çox olacaq. Yaxşı olar ki, onların arasında təkcə adət etdiyiniz tapşırıqlar yox, tamamilə yeni işlərdə olsun. Bugün rutindən az-açıq uzaqlaşıb fantaziyanı sərbəst buraxmaq, əvvəllər heç kimin fərqinə varmadığı istedadlarınıza tətbiq sahəsi tapmağa çalışmaq sizə faydalı olacaq.
Tərəzi bürcü 28 fevral 2026-cı il. Gün böyük ehtimalla gözlədiyiniz kimi getməyəcək. Ona görə planları dəyişməyə, improvizasiya etməyə, yerindəcə qərar verməyə hazır olun. Yaxşı olar ki, yanınızda istənilən an məsləhət ala biləcəyiniz insanlar olsun. Nə isə bilmədiyinizi və ya sadəcə dəstəyə ehtiyacınız olduğunu etiraf etməkdən çəkinməyin. Çoxlar isə kömək etməyə sevinəcək. Gün yaradıcı məşğuliyyətlər, həmçinin fantaziyanı işə salmağa imkan verən istənilən iş üçün çox əlverişlidir. Təlimata kör-körənə yox, intuisiyanın dediyi kimi hərəkət etmək lazım olan sahələrdə sizə bərabər çıxan çətin tapılar. Amma diqqət və dəqiqlik tələb edən tapşırıqlarda çətinliklər yarana bilər. Üstəlik, onlar sizi çox yoracaq. Ona görə də tez-tez fasilə verib diqqətinizi yayındırmağa çalışın. Əqrəb bürcü 28 fevral 2026-cı il. Gün sürprizsiz keçməyəcək. Müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Buna görə də çox şey gözlədiyinizdən daha uğurlu alınacaq. Köhnə səhvləri düzəltmək və ya başqalarının gücü çatmayan bir işin öhdəsindən gəlmək şansı yarana bilər. Siz qətiyyətlə hərəkət edəcəksiniz. Ona görə də lazım olan nəticəni tez əldə edəcəksiniz. Hamının bundan xoşu gəlməyə bilər. Sizə həsəd aparanlar da tapılacaq. Amma uğurlarınız kiminsə ürəyincə olmasa belə, belə insanlar sizə zərər verə bilməyəcəklər. Gün təhsil, məlumat axtarışı və analizi üçün əlverişlidir. Yanınızda təcrübəsini bölüşməyə hazır insanlar olacaq. Siz onlara çətin suallar verməkdən çəkinməyəcəksiniz. Maliyyə sahələrində isə vəziyyət biraz zəif ola bilər. Tələskənlik üzücü itkilərə səbəb ola bilər. Oxatan bürcü 28 fevral 2026-cı il. İş o qədər çox olacaq ki, planlaşdırdığınız bəzi əyləncələrdən imtina etməli olacaqsınız. Amma buna görə çox da məyus olmayacaqsınız. Üstəlik başqalarının gücü çatmayan bir tapşırığı həll etmək şansınız yaranacaq. Siz onu həll edənə qədər geri çəkilməyəcək və istədiyiniz nəticəni əldə edəndə özünüzdən çox razı qalacaqsınız. İşgüzar münasibətlər baxımından da gün əlverişlidir. Həmkarlarla ümumi dil tapmaq, lazım olsa rəhbərliyin dəstəyini almaq asan olacaq. Bəzi oxatanlar nüfuzlu insanlarla əməkdaşlıq barədə razılığa gələ və etibarlı müttəfiqlər tapa biləcəklər. Oğlaq bürcü 28 fevral 2026-cı il. Bacardığınız qədər çox şey öyrənməyə çalışın. Başqalarından tez dəyərli məlumat əldə etmək şansını qaçırmayın. Diqqətli olsanız, başqalarının gözdən qaçırdığı xırda detalları görəcək və bu sayədə səhvlərə yol verməyəcəksiniz. Təhsildə uğurlar mümkündür. Üstəlik təkrara yox, yeni bir mövzuya dalmaq daha faydalıdır. Adət etdiyiniz iş sizə həmişəkindən daha yorucu və çətin görünə bilər. Günün birinci yarısında onun öhdəsindən tək gəlməli olacaqsınız. Biraz sonra isə köməyə hazır insanlar yanınızda peyda olacaq. Köhnə tanışlar elə o anda siz çaşıb qaldığınız vaxtda yaxşı məsləhətlər verə, lazım olan həlli göstərə bilərlər. Dolça bürcü 28 fevral 2026-cı il. Günün əvvəlində yaranan ideyalara diqqət etirin. Onları dərhal həyata keçirmək çətin ola bilər, amma sonradan mütləq bu niyyətlərə qayıdacaqsınız. Ona görə tənbəllik etməyin. Detallı qeydlər aparın ki, sonra hər şeyi yenidən düşünüb tapmağa ehtiyac qalmasın. Səhər ünsiyyət üçün əlverişlidir. Yaxınlarla və həmkarlarla hansı məsələləri müzakirə etmək lazımdırsa, bunu təxirə salmayın. Hətta çətin söhbət belə sakit və konstruktiv keçəcək. Siz mehriban köklənəcəksiniz. İntuisiya isə harda güzəştə getmək, harada isə mövqeyinizi möhkəm saxlamaq lazım olduğunu göstərəcək. Balıqlar bürcü 28 fevral 2026-cı il. Gün xüsusilə tək hərəkət etməyi yox, komandada işləməyi üstün tutanlar üçün əlverişlidir. Müttəfiq və həmkirləri tapmaq asan olacaq. Yeni tanışlar özləri dəstək təklif edəcəklər. Bugün işgüzar kimi başlayan münasibətlər sonradan romantik xarakter ala bilər. Faydalı tanışlıqlar və sizin üçün təkcə müttəfiq yox, həm də himayədar ola biləcək insanlarla görüşlər mümkündür. Özünüzdən danışmaqdan, istedadlarınızı və uğurlarınızı qeyd etməkdən çəkinməyin. Ağıllı özünü təsdiq etmə çox işə yarayacaq.